Salamlar olsun, necə sabahın xeyir olsun. Qarabağ oyunu uddu. İnşallah udacaq. Məncə bu Qarabağ oyunu çox gözəl, qəşəng, əla super olacaq. Qarabağ uğurlar arzulayıram. İnşallah uğurlar olsun inşallah məndə. Məncə bu sportda gedəcəkdim inşallah. O yüzden biletlər satıldı, gedəmədim. İnşallah noyabrın 6-sı mən gedəcəm. Mən televizorda açıb baxarsınız bu sportda. Gedəcəm inşallah məndə. Məncə bu Qarabağ udacaq. Udandan sonra bu hər şey yaxşı olacaq, gözəl olacaq. İnşallah yaxşı olacaq hər şey. Qarabağ udacaq. İnşallah hər kəsə uğur arzulayıram. Bütün komandaya uğur arzulayıram. İnşallah Qarabağ məncə udacaq. Öpürəm. Var olasınız. Çox sağ olun. İnşallah udacaq. Öpürəm. Hələ sağ olun. Qarabağ uğurlar. İrəli Azərbaycan əsgəri. Salamlar olsun. Necə sabahın xeyir olsun. Qarabağ oyunu uddu. İnşallah udacaq. Məncə bu Qarabağ oyunu çox gözəl, qəşəng, əla super olacaq. Qarabağ uğurlar arzulayıram. İnşallah uğurlar olsun inşallah məndə. Məncə bu sportda gedəcəkdim inşallah. O yüzden biletlər satıldı, gedəmədim. İnşallah noyabrın 6-sı mən gedəcəm. Mən televizorda açıb baxarsınız bu sportda. Gedəcəm inşallah məndə. Məncə bu Qarabağ udacaq. Udandan sonra bu hər şey yaxşı olacaq, gözəl olacaq. İnşallah yaxşı olacaq hər şey. Qarabağ udacaq. İnşallah hər kəsə uğur arzulayıram. Bütün komandaya uğur arzulayıram. İnşallah Qarabağ məncə udacaq. Öpürəm. Var olasınız. Çox sağ olun. İnşallah udacaq. Öpürəm. Hələ sağ olun. Qarabağ uğurlar. İrəli Azərbaycan əsgəri. Sorundadır. O yüzden burada gençleri gördüm, ben sevindim. En güçlü olacağız. En iyisini yapacağız ve dünyaya adalet getireceğiz inşallah diyorum. Saygılar sunuyorum. Devlet bir millet arasında olan hem felsefe hem fikir mübadilesidir. Ve bu günlerin mesbab bu çok vacip bizim için olan günlerde baş tutması da çok önemlidir. Bugün bilirsiniz anım günüdür. Allah bütün bizim şehitlerimize rahmet eylesin. Bugün 100 yıl bundan önce bizim tarihlerimiz çok yakınıydı ve bu arada da böyle bir tarihimizde böyle bir hanımın olmasının işlerinde bilende biraz araştırma yapardık. Tabii ki sonunda Naygin Adası'na gittik ve o dönemde başlayan hadisələr ki bəzilərini burada eşitdik. O kadar yani təsirləndim ki yani böyle bir hanımın olmasına tabii ki o dövrdə çok insana yardım edirlər. Bütün Bakı əhalisinin burada keçməli, hətta balıqçılar belə, hətta yardıma belə çox sıralı adamlar da belə qoşulublar o dövrdə. Evet, çok teşekkür ediyoruz. Kısa bir Birinci Dünya Müharibəsinin gedişində Çar Rusiyası Türklərlə müharibədə, xüsusilə Sarıqamış əməliyyatında çoxlu Türk əskərlərini ələ keçirmişdir. Həmin əsirlər vasitəsilə o Osmanlı İmperiyasına təzyiq edilə biləcəkdi. Əsirləri daşımaq lazım idi. İstiqamət müəyyənləşmişdi. Qars, Tiflis və Rusiyanın çəllərinə doğru. Təbii ki, yollar Azərbaycandan keçirdi, lakin bir aralıq keçid məntəqəsinin yaradılması vacib xarakter almışdı. Bununla məşğul olmuşdu Rusiyanın ve Azerbaycan Cumhuriyeti Medeniyet Bakanlığı'nın ortak yaptığı proje bu. Narginli Sona. Çok beğeneceğinizi düşünüyorum. İnşallah sonunda da tekrar sohbet edeceğiz. Hayyam Bey senaryosunu yazdı, yönetmenliğini de yaptı. Sona Hanım rolünü oynayan burada arkadaşımız. Supi Bey de orada yine bizim Mustafa ile şey var, Türk askerini
oynuyor. Ahmet rolünde. Ahmet Bey. Diğer oyuncular çekimde olduğu için gelemediler. Filmin sonunda tekrar bir konuşma yapacağız sizlerle. Hem düşüncelerinizi alalım, hem değerlendirmenizi alalım diye. Ben bu belgeselin bundan sonraki süreçte her iki ülke arasında daha güzel